Avtomobilə qulluq prosesində diqqət ediləcək əsas məqamlar var. Bunlardan biri də aska sistemidir. Lakin əksər sürücülər var ki, avtomobildə müxtəlif səslər eşitsələr də servisə getmirlər. Sonda da ciddi problemlərlə üz-üzə qalırlar. Servisə qulluq elətdirirəm. Neçə vaxtdan bir? Belə deyək də, hardasa bir 3 aydan bir gedib özüm texniki baxış üçün baxdıram ki, sonra da harasa bir yerə gedəndə məni yolda falan qoyub eləməsin o yüzdən. Avtomobilə texniki cəhətdən qulluq edirsiniz? Təbii ki, maşınım demək olar ki, yarısı elə maşınımdadır. Aska sistemi maşının yolda stabil qalmasını, zərbələri udmasını, sükanın dəqiq işləməsini, şinlərin bərabər yeyilməsini təmin edir. Aska zəif olduqda maşın əsməyə başlayır. Sıradan çıxandan sonra çuxura daxil olarkən yəni oradan təkər də yerindən çıxa bilər və yaxud digər ziyanverici fəsadlar da verə bilər. Amortisasiya sistemi ilə də bağlı olaraq əsas onu yoxlanışdan keçirdib baxmaq lazımdır ki, amortisatorlar nə vəziyyətdədir. Çünki amortisatorlar yaxşı vəziyyətdə olmayan zamanı həm səs edir, həm aska sisteminə ziyan verir. Hal-hazırda avtomobilimiz yaxınlaşıb bizim servisə. Deməli bu avtomobildə nə problem var? Təkəri buradan biz oynadırıq. Sükan mexanizminin dircəkli oynağı, yəni müddətini bitirib, yerindən götürərkən, tormuz verərkən avtomobilin ön hissəsində oynamalar aşkar olunur. Əgər aska sistemində problem varsa, heç vaxt bir tərəfdəki detalı dəyişmə məsləhət görülmür. Hissələrin iki tərəfli cüt dəyişilməsi tövsiyə olunur. Qaydalara əməl olunmasa, əyləc balansı pozulur. Bu isə sürücünü həm xərcə salır, həm də təhlükəyə atır. Yol hərəkət haqqında qanunun tələbinə görə hər bir sürücü nəqliyyat vasitəsində saz vəziyyətdə saxlamağa borcludur. İndi bəzi hallarda yol polisi sürücüləri saxlayır, nasazlığı aşkar edir, hərəkətdən kənarlaşdırır və sürücülər bunu etirazla, bəzən də top tüfənglə qarşılayırlar ki, yol niyə belə oldu? Amma başa düşmürlər ki, hər bir yol nəqliyyat hadisəsinin bir səbəbi var. Ümumiyyətlə, nasaz avtomobillərlə yola çıxmaq qəza hallarını artıran amillər sırasındadır. Yəni, texniki nasaz avtomobillər təkcə sıxlığın, tıxacın yaranması ilə deyil, həm də yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Ələkbər Salih, Nail Şahbazov, Telesər.